Ha, buyur. Gəncədə cadugarların məsələsi maraqlı idi. Onu deyirəm, dərindən öyrənməliydin sən onu. Bir də yeni maraqlı... Araştırma elədim və çox geniş araşdırmalar demək. Mən faktlardan siz bilərsiniz onlardan. Yox, buyur verəm, mən amma siz dildən deyin, elə sənin dilin farklı, sən yalan şey demirsən, mən bilirəm. Ha, demək bu Gəncədə Baş Polis İdarəsinə bu cadugarlar aylıq verirlər. Bunlar fəaliyyət göstərir. Gəncədə demək bunlar kimin düşmənçilikləri var. Bu cadugarların əlindən cadular edirlər. Kimlər avariyada ölür, avtomobil qəzalarında. Çünki cadugarların əlindən Gəncədə demək Univermagın yanında 9 mərtəbənin arxasında həyət evində bir cadugar demək həyət evində fəaliyyət göstərir. Bunu Baş Polis İdarəsinə haqq verir, aylıq verir. Dəmir yol vağzalında Paşdavoya gedən ikinci svetoforda mən atılan məlumatları mən dəqiqləşdirib deyirəm. Orada bir cadugar fəaliyyət göstərir. Dəmir yol vağzalının yanında Paşdavoya gedən ikinci svetofor. Demək çoxdur. Gəncədə bunlar hamısı aylıq verirlər. Bu cadugarlara ölüm işindən cinayət işi açılmalıdır. Bunlar həbs olunmalıdırlar. Hələ bu azmış kimi bu cadugarlar deyirlər ki, Qabil bəyin verilişində o qədər danışsınlar, o hələ pis də bir misallar gətirirlər ki, biz aylığımızı veririk rəis. Bizə uzağı deyirlər ki, dayandırın, işləməyin. Biz elədir ki, bunlar hardasa bir rəsmi işlə çalışırlar. O qədər yəni polislər, Baş Polis İdarəsinə arxayındır. Çünki aylıq verir axı, rəis aylıq verirlər bunlar. Bizə desələr ki, dayandırın, biz dayandırarıq, işləməliyik. Dayandırarıq falan bunlar şirkətlərinə qədər cinayət içində olan adam, bunlara cinayət işi açılmalıdır. Bunlar yəni o qədər rahatlıqla məsuliyyətdən özlərini yəni işləmirik ki, aylıq vermədik, bizə desələr dayandırırıq. Demək bunlar aylıq verir, amma bunlar düşünür ki, bunlara cinayət işi açılmadı. Niyə bu dövlət hara baxır? İlham Əliyev hara baxır? Gəncə Baş Polis İdarəsinin rəisi hara baxır? General rütbəsində oturdurublar oradan, nə bilim, polkovnik rütbəsində oturdurublar. Hara baxır? Gəncədə 3 dənə polis idarəsi var. Demək ikinci Nizami var, Nizami rayon, Kəpəz rayon var, Baş Polis İdarəsi var. Hara baxır bunların rəisləri? Vilayət Elbazov hara baxır? Bilmir ki, Gəncədə nə var?